Görəsən tam sağalmışammı? Yenə qayıdarsa necə olacaq? Dərmanı keçəndən sonra daha pis olsam, özümü yaxşı hiss edirəm, yəqin nəsə yolunda deyil. Bədəni həddindən artıq izləmək, müalicəni bitirməkdən və ya dərmanı azaltmaqdan qorxmaq, kiçik bir narahatlığa xəstəliyin geri qayıtması kimi baxmaq, sağlam həyatına qayıtmaqdan çəkinmək, məsələn işə, idmana və ya sosial həyata dönməyi təxirə salmaq və sairə əlamətlər sağalma anksiyetesi və ya sağalma qorxusu adlanır. Bəzən insan yaxşılaşdığını hiss etdikcə öz bədənini daha çox izləməyə başlayır və ən kiçik hissi belə xəstəliyin geri qayıtması kimi yozur. Bu hal xüsusilə panik pozuntu, obsessiv kompulsiv pozuntu, generalizə olunmuş təşviş pozuntusu və bəzi psixosomatik şikayətləri olan insanlarda müşahidə oluna bilər. Bu işdə əsas öhdəlik həkimin boynuna düşür. Mütləq müalicənin pasiyentə bu vəziyyəti yaşaya biləcəyini izah etməli və sağalacağına inamı aşılamalıdır.